Damda gəzərkən, başqasının arvadını çimərkən görüb ondan xoşu gələn və heyzli onu yatağına salıb hamilə qoyan kişinin kim olduğunu bilirsinizmi? Bilmirsinizsə o zaman videonun sonuna qədər dinləyin. Bəli, bu İslamiyyətdə peyğəmbər, Yahudilikdə həm peyğəmbər, həm də kral olan Davuddur. Davud peyğəmbər başqasının ərli arvadını yatağına salır və onu hamilə qoyur və bundan da əlavə o qadının ərini ən ağır döyüşlərə göndərir ki, o qadının əri ölsün və bu qadınla rahat ilişkiyə girsin. Bu harda keçir? Bu keçir müqəddəs kitab Bibliyada. Bibliya 2. Şamuel 11-ci fəsildə. 2. Şamuel 11-ci fəsildən başlayaq oxumağa. Davud və Betşeva. Bahar gələndə padişahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini, bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Amonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı. Bir axşam çağı Davud yatağından qalxıb padişah sarayının damı üstündə gəzişirdi. O damdan baxıb gördü ki, bir qadın yuyunur. Qadın çox gözəl idi. Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: Bu qadın Xetli Uriyanın arvadı Eliyamın qızı Betşevadır. Davud qasidlər göndərib onun yanına gətirdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı. Burada 2. Şamuel 11-ci fəsil 4-cü ayədə nə deyir? Davud qasidlər göndərib onu yanına gətirdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı. Hətta bunlar burada qadın aybaşı olanda, heyz olanda bu qadını murdar sayırlar. Tövratda həqiqətən də belə bir ayə var. O ayəndə oxuyacağım sizə ki, aybaşı olan qadın murdar sayılır, o qadına toxunan da çimməlidir, yummalıdır, axşama qədər murdar sayılır, o qadının oturduğu hər bir yer, toxunduğu hər bir şey murdar sayılır. Bu Tövratda keçir. Növbəti paylaşımlarda bunu da paylaşacağım. Ardın oxuyaq. Qadın bundan boylu olub Davuda mən hamiləyəm deyə xəbər göndərdi. Davud Yoavın yanına adam göndərib dedi: Xetli Uriyanı mənim yanıma göndər. Yoav Uriyanı Davudun yanına göndərdi. Uriya Davudun yanına gələndə Davud Yoavın xalqın və döyüşün vəziyyətini soruşdu. Sonra Davud Uriyaya dedi: Get evinə, ayaqlarını yu. Uriya padişahın sarayından çıxanda padişah arxasınca ona hədiyyə də göndərdi. Uriya burada həmin qadının əridir, biləsiniz. Yəni bu Davudun cinsi əlaqəyə girdiyi qadının əri Uriyadır. Davudun əskərlərindəndir. Lakin Uriya padişahın sarayının qapısında ağasının bütün mühafizətləri ilə birlikdə yatıb evinə getmədi. Davud Uriya evinə getmədi deyə bildirdilər. Davud Uriyaya dedi: Sən yoldan gəlməmisənmi? Niyə evinə getmədin? Uriya Davuda dedi: Əhd sandığı və İsraillilərlə Yahudalılar çardaqlarda qalarkən, ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən, mən yemək, içmək və arvadım ilə yatmaq üçün evimə gedimmi? Ay bədbax, arvadınla yatıb başqası çoxdan. Həyatına və canına and olsun, mən belə şey etmərəm. Yəni, bu həqiqətən Davuda çox sadiqdir. Deyir ki, döyüş vaxtıdır, vəziyyət pisdir. Mən səni qoyub, gedib evdə arvadınla cinsi əlaqədə ola bilmərəm. Daha bədbaxtın xəbəri yoxdur ki, bu evdə olmayanda artıq bunun arvadın Davud rahatlayıb. Davud Uriyaya dedi: Bu gün də burada qal, sabah səni yola salaram. Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı. Davud onu çağırıb yedirib içirərək sərxoş etdi. Uriya padişahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizəçilərinin yanına gedərək yenə də evinə getmədi. Səhər açılanda Davud Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi. Məktubda belə yazılmışdı: Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün. Davud gör nə deyir məktubda? Bu əmr göstərir digər belə deyə komandanlığa. Deyir Uriyanı ön xəttə qoy və yanından çəkil ki, vurulub öldürülsün. Niyə görə? Çünki bu həmin Uriyanın arvadı ilə rahat ilişkiyə girə bilsin deyə. Bax, peyğəmbər və kralın düşüncəsinə bax. Cəmaatın arvadı ilə yatmağı azmış kimi hələ ərin də ən ağır döyüşlərə göndərir ki, getsin orada ölsün. Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi. Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Yoav da bilirdi, yəni ki, bu şəhərin mühafizəçilərin ən güclüləri hardadır və həmin o Uriyanı ora qoyur ki, tez öldürülsün. Sonra Yoav Davudun yanına adam göndərib
Urayan ölənlər, Uriyanı oraya göndərdi. Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan Davudun döyüşçülərindən qırılanlar oldu və Xetli Uriya da ölənlər arasında idi. Artıq burada Uriya öldürülür. Yoav Davudun yanına adam göndərib döyüş haqqında olan məlumatların hamısını xəbər verdi. Qasidə əmr edib dedi ki, döyüş haqqında olan bütün məlumatları padişaha söyləyib bitirərkən, padişah sənə qəzəblənib şəhərə hücum etmək üçün niyə bu qədər yaxınlaşdınız? Sualı verir burada. Divarın üstündən sizə ox atacaqlarını bilmirdinizmi? Bax, Yerubbeşet oğlu Avmeleki kim vurdu? Divarın üstündə bir qadın dəyirmanın üstü daşını onun üstünə atmadı mı və o Tevesdə ölmədi mi? Deyərsə o zaman qulun Xetli Uriya da öldü deyərsən. Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi. Qasid Davuda dedi, adamlar bizə üstün gəldilər. Onlar bizə qarşı döyüşmək üçün çölə çıxdılar və onları darvazanın girişinə qədər qovduq. Ox atanlar divardan döyüşçülərin üstünə ox yağdırdılar və padişahın döyüşçülərindən ölənlər də oldu. Qulun Xetli Uriya da ölənlər arasındadır. Davud Qasidə dedi, Yoava deyərsən ki, bu hadisə sənin gözündə pis görünməsin. Çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın, bununla Yoavı sən də ruhlandır. Uriyanın arvadı Uriyanın ölümünü eşidib əri üçün yas tutdu. Yas qurtarandan sonra Davud adam göndərib Betşevanı öz evinə gətirdi və o Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi. Ayədə nə deyir? Uriya öləndən sonra arvadı buna yas saxlayır. Yəni sağ olsun. Yas qutarandan sonra isə Davudun evinə gəlir və Davuda da bir oğul doğur. Yəni burada da axırda deyir ki, Rəbbin gözündə bu pis idi. Yəni təbii ki, Rəbbin gözündə bu pis olacaq. Sən cəmaatın arvadın heyzli yatağına sal, hamilə qoy. Ərin də ən ağır döyüşlərə göndər ki, getsin, ölsün. Nə var ki, arvadına sahib olacaqsan. Üstəlik də Rəbbin gözündə bu yaxşı mı olsun? Hələ bu Rəbbin ədaləti yoxdur ki, öz peyğəmbərinə, bu padişaha bu şəraiti yaradır. Bunu eləyənə qədər Rəbb buna göz yumur. Bu necə Rəbbdir? Bu Rəbbin ədaləti kimə lazımdır ki? Bu kimi mövzularımız çoxdur. Yəni bundan öncə də paylaşmışam, bundan sonra da paylaşımlarımız olacaq. Kim istəsə səhifəmizə girib digər paylaşımlara da baxa bilər. Bəyənib paylaşmağı, abunə olmağı da unutmayın. İzləmədə qalın. Hələ daha çox paylaşımlarımız olacaq bu mövzularda. İzlədiyiniz üçün təşəkkür edirəm.